Sənə nemət verildiyi zaman görməyi bacarmaqdır. Sənə əta olunan neməti görə bilərsən. Ola bilər sənə çox nemət verilib, amma görə bilmirsən. Mən bütün bu nemətləri sahib olduqlarımı görə bilmirəmsə, necə xoşbəxt ola bilərəm? Allahın mənə verdiyi ən elementar nemətlər. Özüm, öz varlığım, nəfəsim, övladım, həyat yoldaşım, dostlarım, bu günəş, bu ay, baxdığım həyat, bu mənə verilib. Bunları dərk eləmək üçün böyük bir xərc, böyük bir təlaş, çırpınma lazım deyil. Sadəcə olaraq bunun qədrini bilmək lazımdır. Qədrini bildiyimiz hər şey qiymətlidir. Qədrini bilmədiyimiz bizə verilə, dünya verilə qədrini bilməyə necə ki verilib. O biz üçün qiymətli olmayacaq.